Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən və sonradan bəraət alan Mahir Məcidovla bağlı qərar qüvvədə saxlanılıb. Dövlət ittihamçısının kassasiya protesti təmin edilməyib. Məlumata görə hadisə 2022-ci ildə Oğuz rayonunun Xaçmaz kəndi ərazisində baş verib. Belə ki, Mahir Məcidov etibarnamə olmadan idarə etdiyi traktorla Sincan kəndi istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozub. İddialara əsasən o bütöv xətti keçərək qarşı zolağa çıxıb və qarşıdan gələn Vaz 2107 markalı avtomobillə toqquşub. Qəza zamanı avtomobilin sürücüsü Kərəm Mədətov ağır xəsarətlər alaraq hadisə yerində həyatını itirib. Oğuz rayon məhkəməsi Mahir Məcidovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərək ona cəza təyin etmişdi. Lakin Şəki Apellyasiya Məhkəməsi təqdim olunan sübutları yenidən araşdıraraq fərqli qərara gəlib. Məhkəmə Mahir Məcidovun təqsirinin kifayət qədər sübuta yetirilmədiyini əsas gətirərək ona bəraət verib. Daha sonra dövlət ittihamçısı qərardan kassasiya protesti verərək işi ali məhkəməyə daşıyıb. Hakim Zahir Hüseynovun sədrliyi ilə keçirilən iclasda kassasiya protesti təmin olunmayıb və bəraət qərarı qüvvədə saxlanılıb.